abituriyentlər, bugün biz deyən karbohidrogenlərdən 3 əsas formul üzərində danışaq. Birinci formulumuz butadiyen 1,3. Butadiyen 1,3. Digər adı divinil. Deməli, birinci danışacağımız divinil, yəni butadiyen 1,3. Gəlin ilk öncə divinil nədir, onu izah edək. Yadınızda qalsın, etilin, CH2, 2 qat rabitə, CH2. Etilin molekulundan bir dənə hidrogen çıxanda alırsınız CH, 2 qat rabitə, CH2. Bax, bu aldığınız birləşmə vinil radikalıdır. Vinil radikalı. Əgər biz bu vinil radikalından 2 dənə təkrarlayırıqsa, onda hansı birləşməni alırıq? Divinil birləşməsini alırıq. İndi gəlin görək, divinil birləşməsində biz nələrə diqqət eləməliyik və nələri yadda saxlamalıyıq. Divinildə, yəni 1,3 butadiyində 4 karbon vardı. 4'ü də sp2 hibrid halındadır. Niyə? sp2 hibrid halını tapmaq üçün ilk öncə ən çox səhvi eləyirsiniz harda? İkinci və üçüncü karbonun hibrid vəziyyətində. Ona görə də o səhvi etməməkdən ötürü biz 2 qat rabitəli karbonları mötərizəyə salırıq. Bax belə. Həmin o mötərizə içərisində artıq qaydamızı deyə bilərik. Biz demişdik ki, hibridləşmə dərsində 2 qat rabitə ətrafında olan karbonlar hansı hibrid vəziyyətindədir? sp2 hibrid vəziyyətindədir. Yəni biz rahatlıqla həmin karbonlara nə veririk? sp2. Artıq buradakı təhqat rabitə bizi çaşdırmır ki, axı bu təhqat rabitədir. Mən təhqat rabitədə sp3 əzbərləmişəm. Xeyr, yanlışdır. Əgər siz 2 qat rabitəli karbonları mötərizəyə daxil etsəniz, siz artıq orada biləcəksiniz ki, həmin karbonlar sp2 və bu təhqat rabitə isə deməli onun bir hissəsidir. Deməli bizim burada 4 karbonumuz var. Yazırıq 4 karbon. 4'ü də sp2 hibrid halındadır. Bəs hibrid orbitalı desə nə edəcəksiniz? Biz demişdik, əgər 1s 2 dənə p orbitalı iştirak edibsə, deməli bizim bir karbonumuzun 3 hibrid orbitalı var. Deməli 3 hibrid orbitalı buradadır, 3 hibrid orbitalı buradadır, 3 hibrid orbitalı buradadır, 3 hibrid orbitalı buradadır. Cəmi bizim hibrid orbitallarımız 12 hibrid orbitalda. Bəs divinildə qeyri-hibridi necə tapacaqsınız? Qeyri-hibrid deyəndə deməli hidrogen sayını 2 pi rabitəsinin sayına vurmaqla tapa bilirdik. Gəlin baxaq görək necə. Məsələn, baxın burada neçə hidrogen var? 2, 3, 4, 2 də burada 6. Deməli yerinə qoyuram 6. Üzərinə gəlirəm pi rabitələrinin sayını. Pi bir dənə buradadır, bir dənə də buradadır. Onda bizim 2 pi'miz varsa 12'ye vuranda neçə eləyir? 4. Deməli bizim qeyri-hibrid orbitallarımız 10, deməli qeyri-hibrid orbitaldır. Bu biri sol. İkinci solu necə yadda saxlayasınız? Biz demişdik ki, bir dənə pi rabitəsi neçə dənə p orbitallarının örtülməsindən yaranır. 2 dənə pp orbitallarının perpendikulyar örtülməsindən yaranır. Onda bizim hər pi rabitəmiz 2 dənə qeyri-hibrid orbitalı nədir? P orbitalıdır. Ona görə də hidrogenlərin sayının üzərinə həmin o 4 dənə p orbitalında gəlməklə biz divinil molekulunda qeyri-hibrid orbitallarının sayını tapmış olarıq. Bu belə, bu divinilin quruluşu haqqında, hibrid və qeyri-hibrid orbitallarının sayı haqqındaydı. Bəs gəlin görək, kimyəvi xassələri necədir divinilin? Yadınızda qalsın, pi rabitəsi neçə dənədirsə, o qədər birləşməyə daxil olur. Məsələn, 2 dənə pi rabitəsi varsa, onda 2 mol nə ilə? Hidrogenlə və yaxud da 2 mol bromla birləşir. Ən çox məsələ həllində bizə lazımdır. Neçə qram deyirsə, hidrogenin molyar kütləsini 2'ye vurursunuz, 4 qram hidrogen lazımdır. Neçə qram bromla deyirsə isə, 2'ni bromun molyar kütləsi 160'a vurmaqla ümumi kütləni, yəni birləşən bromu tapa bilərsiniz. Deməli, bu divinil haqqında, butadiyen 1,3 haqqında deyəcəklərimiz bu qədər. İndi biz keçirik, deməli, izopren molekuluna.
İlk önce onu da yadda saxlayın ki, əgər biz divin ilə əzbərləsək, izopreni, xlorpreni daha rahat yadda saxlaya bilərik. Gəlin görək necə. Yenə yazıram divinili. 4 dənə karbon düzürsünüz. Ən rahat yadda qalma üsulunu deyirəm. 2 qat rabitələr birinci və axırıncı karbonların ortasına. Biz bilirik ki, üzvi kimyada bütün karbonlar neçə valentlidir? 4 valentlidir. Ona görə də 4'ə tamamlayırsınız hidrogen vasitəsini. 1, 2, 2 hidrogen bura qoyursunuz. 1, 2, 3, 1 hidrogen bura qoyanda 4 olur. 1, 2, 3, birini də bura qoyursunuz 4 olur. 1, 2, birini də qoyursunuz, ikisini də yazırsınız 4 olur. Bu yazdığımız divinildir. Biz divinili əzbərlədik. Əzbər biləndən sonra burada işimiz ikinci karbondakı hidrogeni silip yerine CH3 qoymağımızdır. Biz artıq CH3 qoyan kimi biz alırıq izopren molekulunu. İzopren. Digər adı isə yazsanız 1, 2, 3, 4. 2 metil butadiyen 1, 3. Yadınızda qalsın, 2 qat rabitələr minimum karbon nömrələri ilə işarələnərək götürülür. Divini ilə əzbər biləndən sonra ikinci karbondan hidrogeni silib yerinə CH3 qoyursunuz. Bunun artıq həm səmərəli trivial adını, həm də beynəlxalq nomenklatura ilə adını yazıq. İndi gəlin biz yenə bayaqki qayda ilə 2 qat rabitələri mən mötərizəyə salıram. Həmin mötərizədəki karbonlar, bunları silin. CH. Həmin karbonlar, mötərizə içərisində qalan karbonlar yenə sp2 hibrid vəziyyətindədir. sp2, sp2, sp2. Deməli, mənim əsas zəncirimdə 4 karbonumun 4'ü də hansı vəziyyətdədir? sp2 vəziyyətindədir. Bəs axı kənarda bir dənə karbonum qaldı. Baxın, o hansı rabitə ətrafında dayanıbdır? Bir qat rabitə, yəni tək qat rabitə ətrafındadırsa, onda biz həmin karbona hansı hibrid vəziyyətini veririk? sp3 hibrid vəziyyətini veririk. İndi gəlin hibrid orbitallarının sayını çıxaraq. Baxın, 4 karbon sp2'dir. Onda 4'ü vuraram. sp2'ni artıq bildiniz. Bir dənə sp2 hibrid orbitalı 3 dənə orbital deməkdir. Vuraram 3'ə. Deməli, bu eləyir 12 dənə hibrid orbitalı. Bir dənə də sp3'dür. 4 dənə də onu gələrəm. Yazıram bura 4 karbon sp2, 1 karbon sp3. Cəmi elədi 4. Bunları da toplayanda 16 hibrid orbitalıdır. Bəs indi gəlin görək qeyri-hibrid orbitalları nəyə bərabərdir? Yenə orada hidrogen üzərinə 2 vur pi rabitəsinin sayını gəlirsiniz. İzoprende 2, deməli 3, 2 də burada 5, 3 dənə də burada hidrogen 8 dənədir. Pi rabitəsi yenə 2 dənə olduğuna görə 2. Biz dedik ki, bayaq bir dənə pi rabitəsi neçə dənə p orbitalıdır? 2 dənə p orbitalıdır. Ona görə də burada hər pi'də 2 dənə p orbitalı, cəmi bizim neçə dənə p orbitalımız oldu? 4 dənə. Ya 2'ni vurun pi'nin sayına və yaxud da 4 dənə p orbitalı götürə də bilərsiniz onun yerinə. Cəmi oldu qeyri-hibrid orbitalları 12 dənə. Yaxşı mı? Bu belə. İndi biz izopreni yazandan sonra xlorpren daha rahatdır bizim üçün. Deməli, mən burada CH3 yerinə xlor qoya bilərəm. Gəlin baxaq. Yəni, eyni qaydada hər şey olduğu kimi qalır. Sadəcə ikinci karbona mən xlor birləşdirirəm. 2 olur xlor. Deməli, yenə butadiyen 1, 3. Digər deməli, tarixi adı isə xlorprendir. Xlorpren molekulu. Yəni burada 4 karbon sp2 hibrid halındadır və ən əsas mən dayanacağım burada xlorun üzərində. Ən çox burada səhv edir. Bəzən uşaqlar burada təhqiqat rabitəni görən kimi xlora sp3 hibrid orbitalı verir. Xeyr, bu yanlışdır. sp3 deyil, xlor burada hibridləşmir. Xlor sadəcə elementlər cədvəlində orada sarı xanada göstərdiyimizə görə p elementlər ailəsinə aid olduğu üçün biz burada xlora p
p orbitalını veririk. Ondan mən sizə sual verəndə ki, deməli, xlorprində neçə p orbitalı var? Artıq burada 4 dənə pi rabitəsinin içərisindəki p-dir. 4 dənə p oradadır. Bir dənə də xlordan gəldi. Cəmi oldu 5 dənə p orbitalı və 5 dənə p orbitalı bizim qeyri-hibrid orbitalımızdır. İndi mən qeyri-hibrid orbitalı deyəndə biz burada yenə hidrogenləri götürəcəksiniz sayını, xlorun sayını və bir də əlavə yenə 2 vur pini götürəsiniz. Hidrogenlərin sayı 2. Burada hidrogen yoxdur, silmişik çünki rabitə var. 3, 2 də burada 5, yazıram 5. Xlorumuz bir dənədir, deməli bir dənə onun hesabına. P-lərdə də yenə ya 4 dənə P orbitalını yazın, ya da pi rabitəsini vurun 2-yə. Üzərinə gəlin 2 vur 2. Cəmi elədi. Neçə? 10 dənə, deməli, qeyri-hibrid orbitalları. Bəs hibrid orbitalları nəyə bərabərdir? Hibrid orbitalları, yəni sp2-li karbonların qüvvətlərini toplasanız, deməli, 4 dənə karbon sp2 hibrid halındadır. Onu da vurursunuz sayına, 4-ü 3-ə. Bu elədi 12 dənə hibrid orbitalı. Növbəti videolarda artıq rabitədə iştirak edən ümumi orbitallar haqqında danışarıq. Rabitədə iştirak etməyən ümumi orbitallar haqqında əlavə məlumat verə bilərik. Bugün deyənlərdən butadien, izopren və xlorpren haqqında